Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz mövzu sınağı nömrə 2-nin C variantıdır. Deməli, bizə belə bir bərabərlik verilir. Deyir ki, bu bərabərliyə əsasən verilmiş kəsrin qiymətini tapın. Biz birinci bərabərlikdə, yəni 5x çıxılsın 6y bərabərdir 0 bərabərliyindən bilirik ki, 5x bərabərdir 6y. Deməli, harda 5x varsa yerinə 6y yaza bilərəm. 10x ise burada. Bu 10x'i yaza bilərəm ki 2 vurulsun 5x üstəgəl 3y. Məxrəcdə olduğu kimi 5x üstəgəl 4y yazıram. Sonra harda 5x'lər varsa onun yerinə 6y yazıram. 2 vurulsun 6y üstəgəl 3y. Burada yenə 6y üstəgəl 4y yazıram. Hamısı oldu y. 2'ni 6'ya vuranda 12y üstünə də 3 gələndə 15y bölünsün. 6y ilə də 4y toplayanda 10y eləyir. Y-lər ixtisar gedir. 15 ilə də 10'u böləndə eləyir 1,5. Deməli, birinci tapşırığın cavabı E variantı. İkinci tapşırıqda AB ədədini A üstəgəl B cəminə böldükdə. Deməli, deyiləni hələ ki edək. AB ədədini A üstəgəl B-yə böldükdə 4 alınır. Bərabərdir 4. AB üstündə xət 2 rəqəmli ədədin açılışıdır. Ona görə də bunu 10A üstəgəl B kimi yazıram. A üstəgəl B də qalır. Bərabərdir. 4'ün də məxrəcində 1 var. Tənasüb kimi bir-birinə vursam 10A üstəgəl B bərabərdir. A üstəgəl B-ni də 4'ə vururam olur. 4A üstəgəl B. 10A üstəgəl B bərabərdir. 4A üstəgəl 4B. Hər ikisini vururam. 10A'dan 4A çıxanda qalır 6A bərabərdir. 4B'dən də B çıxanda qalır 3B. Burada deməli, hər tərəfi 3'ə bölə bilərəm. Alınar ki 2A bərabərdir B. Əgər 2A B-yə bərabərdirsə, yəni burada yazıram A, burada da yazıram B. A'nın yerinə 1 versəm, 1'i 2'yə vuranda B olur 2. A'nın yerinə 2 versəm, 2'ni 2'yə vuranda 4. A'nın yerinə 3 verəndə 3 2'yə vuranda 6 və 4 verəndə də 8 olur. 5 verə bilmərəm çünki 5 verəndə B artıq 2 rəqəmli ədəd, yəni 10 olur. Bizə də A vur B hasilinin ən böyük qiymətini tapın deyilsə, deməli bu 4 ilə 8'i bir-birinə vuranda ən böyük qiymət neçə olar? 32 olar. 2'də də A variantı. Üçüncü tapşırığımız. Yaşlarının həndəsi ortası 6 kök altında olan 2 nəfərin yaşları 2'də 1 və 3'də 1 ədədləri ilə tərs mütənasibdir. Əgər 2'də 1 və 3'də 1 ilə tərsdirsə, deməli bunların 3'də 1 ilə tərsdirsə, bunların deməli tərsləri olasıdır. 2 və 3 ilə də düz mütənasibdir deməli bunlar. Həndəsi ortası deyirsə, kök altında biri 2K'dır, biri də 3K. 2K ilə 3K'nın həndəsi ortası onların hasilinin ikinci dərəcədən kökünə bərabərdir. Bərabərdir deyir 6 kök altında 6'ya. İndi burada olur kökün altında 6K'nın kvadratı bərabərdir 6 kök altında 6. K kvadratından kökdən müsbət ədəddir. Aydındır ki K çıxır. K kök altında 6 bərabərdir 6 kök altında 6'ya. Hər tərəfi kök altında 6'ya bölsəm K bərabərdir 6 taparam. Onların ən böyüğünün yaşını tap deyir. Biri 2K, biri də 3K idi. 2'ni 6'ya vuranda 12 eləyir. 3'ü də 6'ya vuranda 18 eləyir. Böyüyü aydındır ki 18 yaşında olan olar. Burada da 3'də də B variantı. Dördüncü tapşırığımız. Deməli 60% zərərlə 150 manata satılan mal. 60% zərərlə deyirsə, deməli bu biz 100% idi də qiyməti. Bundan 60% çıxanda satılır 150 manata. 60% xeyirlə, 60% xeyirlə deyirsə, deməli 100 idi. Bunun üstünə də 60 gəlməliyəm. 60% xeyirlə oldu. Neçə manata satılar deyir. İndi 100'dən 60 çıxanda qalır 40%, 150 manat olan ədədin 100 ilə 60'ı toplayıram. 160%'i neçə olar? Yəni bunu burada görürəm ki 40'ı 4 dəfə artırmışamsa 150'ni də 4 dəfə artıra bilərəm. Amma məsələn başı görmürüksə onu da x-i tapmaqdan ötürü 160'ı 150'yə vurub 40'a bölməliyim.
160 ilə 40 ixtisar gedər, 4 vurulsun, qalar 150, bu da eləyər 600. Deməli, xeyirlə satılanda 600 manata satılmış olar. 5 nömrəli tapşırığı həll eləmək üçün bucağın bucaqlarının cəmi düsturundan istifadə eləməliyim. Deməli, bunu 55, bunu 25 verdi. Bizdən BA S-ni soruşur. BA S-ni. Yəni, buranı bütöv soruşur bizdən. Deməli, buranı tapsam əvvəlcə. Aydındır ki, bu düz bucaqdırsa, D-nin bu bir tərəfi də düz bucaqdır. Düz bucaqlı üç bucaqda iti bucaqların cəmi 90 dərəcədir. Onda bu bucaq olasıdır 90 çıxılsın 55 bərabərdir 35 dərəcə. Deməli, A bucağının bir hissəsi 35 dərəcə oldu. Bir hissəsi də deməli 25 dərəcə. Onda bucaq BAC bərabərdir 35 üstəgəl 25-ə. Bu da eləyər 60 dərəcə. 60 dərəcədə C variantı. 6 nömrəli tapşırıq. ABC bərabəryanlı düzbucaqlı üçbucaq. Bərabəryanlı düzbucaqlı üçbucaqdırsa, deməli bunların katetləri bir-birinə bərabərdir. Əgər DC-ni 7 verdi, AD-ni də məsəl üçün Y götürsəm, deməli AC 7 üstəgəl Y olursa, onda AB də 7 üstəgəl Y olur. Çünki bərabəryanlı deyil, düzbucaqlı üçbucaqda. Hipotenuz 12 kökdə 2-dir. AC kateti üzərində götürülmüş D nöqtəsi üçün DC 7 isə BD-ni tapın. BD-ni bunu tapmalıyam X. İndi bərabəryanlı düzbucaqlı üçbucağa əgər Pifaqor teoremini tətbiq eləsək, aydındır ki, burada Y-i taparıq. Amma daha asan yol ondan ibarətdir ki, bərabəryanlı düzbucaqlı üçbucaqda hipotenuz katetdən kökdə 2 dəfə böyükdür. Yəni 7 üstəgəl Y-i kökdə 2-yə vuranda hipotenuzu, yəni 12 kökdə 2-ni alıram. Burada hər iki tərəfdən kökdə 2-ləri ixtisar eləsəm 7 üstəgəl Y bərabərdir 12-yə və Y bərabərdir 5 tapıram. 5 tapıramsa deməli bura oldu 5. 5-in üstünə 7 gələndə bu oldu 12. Burada yenə də Pifaqor üçlüklərini əzbərdən biliriksə, deyirik ki 5, 12 və 13 olasıdır B-dir. Amma bilmiriksə, deməli mütləq burada Pifaqor teoremindən istifadə eləməliyik. 12-nin kvadratı üstəgəl 5-in kvadratı. Bu da eləyir kök altında 169. Kökdə 169-dan da kök çıxır 13. 13 də olur C variantı. 7 nömrəli məsələ. Uyğun tərəfləri paralel olan bucaqlardan biri digərinin 25%-ni təşkil edir. Deməli, bunlardan biri x-dirsə, öbürü isə %25x olasıdır. Və bir-birindən fərqli olduğuna görə bunların cəmi 180 dərəcə olmalıdır. Burada da x 100 ilə 25 ixtisar gedir, qalır 4də 1. Deməli, 1 tam 4də 1 x bərabərdir 180-a. X də bərabərdir 180-ı bölməliyəm 1 tam 4də 1-ə. 180 bölünsün. Bu da düzgün olmayan kəsə çevrəndə 4də 5 eləyir. Bölməni də vurma ilə əvəz eləsəm 180 vurulsun 5də 4. 18-də 5 olar 3 dəfə, 30-da da 5 6 dəfə. 36-nı da 4-ə vuram. 120, alt dəfə 4-ün 24, 144 dərəcə. Deməli, x-i tapdım. Bu bucaqlardan böyüyünün dərəcə ölçüsünü tapan. Elə böyük də 144-dür. Kiçiyini tapmaqdan ötürü 144-ü 4-də bölməliyəm və yaxud da 4də 1-ə vurmalıyam. D variantı. 8. ABC artan sıra ilə verilmiş natural ədədlərdir. A vur B 24'tü. Deməli bizə A vurulsun B'nin 24 olduğunu, B vurulsun C'nin də 120 olduğunu verir. İndi bizə deməli 3 dənə ədəd lazımdır. A, B, bir də C. Bunları da seçmə yolu ilə tapaq. Deməli A, B, bir də C. Məsəl üçün verirəm ki, A'ya 1, balaca ədəddən başlayıram. Onda B olasıdır 24. B'ni 24'ə deməli, B'nin, buradakı B'nin də yerinə 24 qoyanda C də olur 5. 1, 24, 5. 5'i də 1 üstəgəl 24'ə bölsəm tam ədəd alınmır. Deməli, bu variant yaramadı bizə. 2. 2 verəndə A'nın yerinə B olur 12. 120'ni də 12'yə böləndə C də olur 10. Onu da yenə 14'ə böləndə tam ədəd alınmadı.
A-ya verə bilərəm 3. 3 verəndə B olur 8. C 8. 8 dəfə üçün 24 eləyir. 120-ni də 8-ə böləndə 12-də 8 bir dəfə, 40-da da 8 5 dəfə 15. 15-i 8 üstəgəl 3-ə 11-ə böləndə yenə tam ədəd alınmadı. A-ya 4 verəndə B olur 6. 6 olanda da C də olur 20. İndi alındı baxın. 20 bölünsün 4 üstəgəl 6. 20-ni də 10-a böləndə eləyər 2. Deməli, burada da ifadənin tam qiyməti oldu 2. Növbət tapşırıq. Əvvəlcə mötərizənin içərisini ortaq məxrəcə gətirək. Deməli, burada ortaq məxrəcimiz olasıdır 12. 12-ni 3-ə böləndə 4, mənfi 2-yə də vuranda mənfi 8. 12-ni 6-ya böləndə 2, mənfi 1-ə də böləndə mənfi 2, vuranda da mənfi 2, üstəgəl 12-ni 4-ə böləndə 3, 3-ü 3-ə vuranda 9. Bölməni də vurma ilə əvəz eləyirəm, vurulsun 5-də 6 bərabərdir. Deməli, bu elədi mənfi 10, bu da müsbət 9, mənfi 1 elədi. Deməli, surətdə mənfi 1, məxrəcdə 12 vurulsun 5-də 6. Bu 6 ilə də 10 ixtisar gedər, 1 burada da qalar 2, oldu mənfi 10-da 1. Mənfi 10-da 1 də oldu B variantı. 10 nömrəli tapşırığı həll etmək üçün bilməliyik ki, modulun qiyməti ən azı 0-dır. Deməli, bu 3 dənə mənfi, məsələn, bu modullardan biri hansısa mənfi olmalıdır ki, 2 dənə müsbət bir dənə mənfini toplayanda mənfi eləsin, 0 eləsin. Amma burada modul mənfi ola bilmədiyinə görə, onda məcbur olaraq bu birinci kəsi modulun 2-də, ikincidə, üçüncüdə hamısı 0-a bərabər olmalıdır. Əvvəl üçüncüdən başlayaq. Deməli, x çıxılsın 6, 0-dırsa x bərabərdir 6. Yəni, x-in konkret qiymətini tapdım 6. İndi birinci bərabərlikdə x-in yerinə 6 yazıram. 5 vur 6, üstəgəl 2a bərabərdir 0 olmalıdır. 6 dəfə 5-in 30 bərabərdir mənfi 2a-ya. A da bərabərdir mənfi 15-ə. İkincidə yerinə qoysam, 3 vurulsun 6 üstəgəl 3b bərabərdir 0. 3b bərabərdir mənfi 18-ə, 3 6-ya vuranda. B də bərabərdir mənfi 6-ya. Bizə də A üstəgəl B-ni soruşur. Mənfi 15 ilə də mənfi 6-nı toplamalıyam. Bu da eləyər mənfi 21. Mənfi 21 də E variantı olur. 11-ci tapşırığa baxaq. OC tənbölən olarsa, deməli OC tənböləndir. Burada işarə qoyduğuna görə, deməli bu bucağın BOD-nin tənbölənidir. Burada 90 dərəcədir. Verilənlərə görə deyək, AOC-ni tapın. AOC-ni, yəni burada x-i tapaq hələ ki. Deməli, hamısı bir yerdə açıq bucaq əmələ gətirir. 2 üstəgəl 90 üstəgəl 44 bərabərdir 180. Hamısını 2-yə bölüm. X üstəgəl 45 üstəgəl 22 bərabərdir 90-a. X də bərabərdir 90 çıxılsın 67. 67 də çıxanda qalır 23. X 23-dür. Onda bucaq AOC bərabərdir. Bax bu bucaq. 23 üstəgəl 90 üstəgəl 44. Bunlar elədi 67 üstəgəl 90, o da bərabərdir 157 dərəcə. 157 dərəcədə olur D variantı. 12 nömrəli tapşırıqda BD hündürlükdür deyir. BD hündürlükdürsə, deməli D-nin sağ və sol tərəfləri düz bucaqdır. AO OB-yə bərabərdir. AO OB-yə bərabərdir. O da OB-yə bərabər olduğuna görə bucaq deyim bir dəqiqə. BAO 40 dərəcə. Bura 40 dərəcədir. Bərabər yanlış bucaqdır. Yan tərəfləri bərabərdir. Onda burada 40 olur. O 40-dırsa, deməli bu da 90-dır. AB D üçbucağında B bucağı 40 olduğuna görə A bucağı da 50'dir. 50'dirsə bu üst hissəsi 40'dırsa aşağıya da qalır 10. Bizdən də elə AO D-ni soruşur. Bir dəqiqə yox. AO D-ni soruşursa
Yoxsa bir dəqiqə. O adı. O adı. Hələ buranı onu soruşur da. Adını səhv oxudum. Deməli, burada həm bərabər yanlı, həm də düzbucaqlı, üçbucaqlı xassələrindən istifadə etdik. 12-də də A variantı 10. Düzgün kəsirdi deyir. N'in aldığı tam qiymətlərin sayını tapın. Deməli, düzgün kəsirdirsə, bunun surəti, yəni 15-in kişi olmalıdır 6x üstəgəl 18-dən 6n'dən. 15n çıxılsın 6n kişikdir 18-dən. 9n kişikdir 18-dən. N də kişikdir 2-dən. 2-dən kiçik natural ədəd. Onlar da bu. Sayını tapın deyib bir dənə. B variantı. 14 nömrəli tapşırıq. Ədədin 13%-nin üzərinə ədədi bilmirəm, götürürəm A. Bunun üzərinə bir dəqiqə, ədədin 13%-nin üzərinə, deməli %13 o. 4 əlavə eləsəm, ədədin 0,29 hissəsi alınır. Bərabərdir %29 A alınar deyir. Tənliyi həll eləmək üçün, deməli, %29 A'dan çıxmalıyam %13 A'nı bərabər olar 4'ə. Bu eləyər %29'dan 13 çıxanda qalar 16 A bərabərdir 4'ə. A da bərabərdir 4'ü 116'ya bölmək, 16 da 100'ə vurmaq deməkdir. 4 ilə 16 ixtisar gedər, 4 qalar, 100'ü də 4'ə böləndə 25 olar. İndi bizə deyir ki, bu ədədin tərsini tapın. Ədədin tərsi də 1 bölünsün 25'dir. Kəsirlə verməyib, onluq kəsirlə verdiyinə görə 4'ə vursam 4 bölünsün 100'dür. Bu isə 0,4 deməkdir. 0,4 də 14'də C variantı. 15'dəki tapşırığı həll eləmək üçün bilməliyik ki, soldakı 5x üstəgəl 20, sağdakı bu ikisinin cəminə bərabərdir. Bunların cəminə. Onda tənlik alsaq, 3x çıxılsın 40, üstəgəl 7x çıxılsın 60, bərabərdir 5x üstəgəl 20'yə. 7x-dən 3x'i toplayanda 10x çıxılsın 40'la da 60'ın 100 eləyir. Bərabərdir 5x üstəgəl 20'yə. 10x'dən 5x'i çıxıram, qalır 5x, 100 də o tərəfə keçir, müsbət olur. 100, 120. X də bərabərdir 12'də 5, 2 dəfə, 20'də də 5, 4 dəfə. Elə bizə də X'i tap deyir, A variantı. Növbəti tapşırığımız 20 ədədinin 16 nömrəli tapşırıq. 20 ədədinin 1,2 hissəsini, deməli vurmalıyam 1,2'yə. 80%'ni tap. Alınan cavabda vurmalıyam %80'a. Bərabərdir 20 vurulsun. Düzgün olmayan kəsrə çevirsəm 10'da 12 vurulsun. %80'a da 20'yə ixtisar eləyib yaza bilərəm. Burada 4 bölünsün 5. 10'dan 20'ni ixtisar eləyirəm. Qalır 2. Bərabərdir onda. Bunlarda da daha ixtisar yoxdur. Vursam 2'yi 4'ə vuranda 8, 8'i də 12'yə vuranda eləyir 96 böl 5. 9'da 5 bir dəfə. 46'da 5 9 dəfə 45 eləyir. Onda da 5 2 dəfə. 19 tam 10'da 2. Növbəti tapşırıq 17. Bərabərliyini ödəyən və 7'yə bölünüşdə qalıqda 4 alınan ən kiçik ədədlə ən böyük ədədin cəmini tapın. Deməli 7'yə böldük dedik ki, əvvəlcə 100'ü bölərəm 7'yə. Onda 7 olar bir dəfə. 7. Çıxdım, burada qaldı 3. İndi bu tam bölünməsi üçün burada ola bilər, məsəl üçün 5. 105'də də 7 olar 5 dəfə. 7 dəfə də 5'in 35. Deməli 105 tam bölünür. 105 tam bölünürsə bunun üstünə də qalıq gəlməliyəm. 105 üstəgəl 4 bərabərdir 109. Amma burada bir iş var ki, deməli bu 109'u 7'yə böləndə qalıqda 4 alınırsa və 109'dan 7 çıxanda 102 qalırsa,
Bu da deməli 7-yə böləndə qalıqda 4 alınmalıdır. Yoxlayaq. Bir dəfə yazsam 7, 32-də də 7 olar, 4 dəfə 28. Qalıq qaldı 4. Deməli, bəli, 109 içində elə bir ki, bir dənə də 7-ni çıxanda qalır 102. Deməli, burada alıram ki, ən kiçik ədədimiz oldu 102. İndi ən böyüyünü tapaq. Ən böyüyünü tapmaqdan ötürü bu aralıqda 300-ü böləm 7-yə. Görün bu 300-dən nə qədər çıxsam, qalıqda 4 qalsın, sonra yoxlayaq. 30-da 7, 4 dəfə 28. 20-də də 7, 2 dəfə, 7 dəfə 2, 14. Burada qaldı 6. Deməli, 6 dənə çıxsam burada, yəni 300, daha doğrusu 294 olsa, 294 7-yə qalıqsız bölünür. 294 7-yə qalıqsız bir dənə də yoxlayaq ehtiyatdan. 7-yə bölsəm 29-da 7 4 dəfə 28 14 14-də də 7 2 dəfə. Bu da elədi 14. Deməli 294 tam bölünür, amma qalıqda 4 olmaqdan ötürü 294-ün üstünə də 4 gəlməliyəm. Bu da elə 298. Onda ən kiçiyini tapmışdım. Bu da oldu ən böyüyü. Bunların da cəmini soruşur bizdən. 102 ilə 298-i toplayanda 11 yadda. Burada da 11 yadda, 3 bir də yadda 4. Deməli oldu 400. 18 nömrəyə tapşırığa baxaq. 18-də deməli ədədin tam hissəsini tapmalıyam. Bir də öbür ədədin kəsr hissəsini. Deməli kök altındakı ədədin tam hissəsini tapmaq üçün bunları əvvəl biraz sadələşdirim görüm neçə alınır. Mənfi kök altında 6-nı yazaq olduğu kimi 18. Mənfi kök altında 6 üstə gəl. 216-da 36 vurulsun 6 deməkdirsə, bu mənfi kök altında 6 üstə gəl 6 kök altında 6. Böyükdən kiçiyi çıxıran böyün işarəsi böyük. 5 kök altında 6 bizim ədədimizdir. Bunu da kökə salsam 5 olur 25. Kökdə vurulsun 6. 25-i də 6-ya vuranda eləyər 150. Kök altında 150 ədədi ədəd oxunda. Aydındır ki, bundan kiçik olar kökdə 144. Böyük də olar kök altında 169. Bu deməkdir ki, kök altında 150 ədədi 12 ilə 13-ün arasında yerləşir. Deməli, bunun tam hissəsi olası özündən əvvəl gələn tam ədəd, yəni 12. İndi tapaq mənfi 7/3-ü. Mənfi 7/3-ün tam hissəsi özündən əvvəl gələn tam ədəddir. Yəni mənfi 8-dir. Kəsir hissəsini tapmaq üçün mənfi 7-dən çıxmalıyam bunun tamını. Çıxanda olası 8 çıxılsın 7/3 bərabərdir 0/7. İndi 12 ilə də 0/7 hasilini tapdıq. 12-ni də 0/7-yə vururam. 7 dəfə 2 14. 1 yadda 7, bir də yadda 8. Tam hissəni də qoysam, bir dənə də virgül ayırıram, daha yəni 0 ehtiyac yox. 8/4. Deməli hasili oldu 8/4. 19. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri digərindən 40 dərəcə böyük olarsa, deməli birini alfa götürürəmsə, digəri də alfa plus 40-dır. Burada aydındır ki, qonşu bucaqlardan söhbət gedir. Bərabər olmalıdır cəmi 180 dərəcəyə. 2 alfa bərabərdir 140-a. Alfa da bərabərdir 70-ə. Alfa 70-dir. Onda öbürü də 70 üstə gəl. 40 bərabərdir 110 dərəcə olar. 110 dərəcə. 20 nömrəyə tapşırıqda üçbucaq kimi baxsaq buna. Üçbucağın 2 dənə xarici bucağı verildi. Bir dənə də daxili. Bu üçüncünü də xariciyə çevirsəm, burada 180 çıxılsın 76 bərabərdir 104 dərəcə alınır. Üçbucağın 3 dənə xarici bucağının cəmi isə 360 dərəcədir. Deməli 104 üstə gəl 0,5a-nın kvadratı çıxılsın b-nin kvadratı. Üstə gəl 0,5a-nın kvadratı üstə gəl b-nin kvadratı. Bərabər olmalıdır 360 dərəcəyə. Burada b kvadratları, beta kvadratları getdi. 0,5a kvadratlarını da toplayanda eləyib 1a kvadratı.
bərabərdir 360 çıxılsın 104-ə. 360-dan da 104 çıxanda 256 qalır. Onda A da özü də bərabərdir. Kök altında 256-ya. Bu isə 16 deməkdir. 16-dır alfanın qiyməti. 21 nömrəli tapşırıqda ƏÇOB AB-ni verir bizə 22. A plus B cəminin ən kiçik qiymətini tapın. Deməli, A və B ədədləri verilir bizə. ƏÇOB-u 22 olmaqdan ötürü, məsəl üçün, biri 1-dirsə, biri 22-dir. Sonra düşürəm, biri 2-dirsə, aydındır ki, biri 11-dir ki, 2 ilə 11-in ƏÇOB-u 22 eləsin. Və salam, başqa variantımız yoxdur bizim. Onda burada 22 ilə 1-i toplayanda 23, 2 ilə 11-i də toplayanda 13 eləyir. Bizə də kiçik qiymətini soruşduğuna görə 13 cavabını götürürük. Növbət tapşırığımız. X çıxılsın y və x üstəgəl y qarşılıqlı sadə ədədlərdir. Deməli, burada birbaşa yadımıza düşməlidir ki, qarşılıqlı sadə ədədlərin ƏÇOB-u onların hasilinə bərabərdir. Yəni, x çıxılsın y, x üstəgəl y-in hasili 145 olmalıdır. Burada da kiçik qiymətini tapdıysa, deməli, burada bir hal yox, bir neçə hal var. 145-də, deməli, belə göstərə bilərəm ki, 145 bərabərdir. Məsəl üçün, qarşılıqlı sadə ədəd olaraq 5 vurulsun. 14-də 5 2 dəfə, 45-də də 5 9 dəfə. 5 vurulsun 29 ola bilər. Bu 5 ilə 29 ikisi də sadə ədəddir. Yəni 145-i bir dənə də göstərə bilərəm. 1 vurulsun 145. Bunlar da qarşılıqlı sadədir. Bunlar özləri də sadədir, qarşılıqlı sadədir. Bunlar da deməli 145 ilə də 1, yenə də qarşılıqlı sadə ədədlər olur. İndi hər iki variantı yoxlayaq. Bizə balacasını soruşur. Deməli, birincidə x çıxılsın y5, x üstəgəl y bərabərdir 29 ola bilər. Tərəf-tərəfə toplasam 2x bərabərdir 34-ə, x də bərabərdir 17-yə. X 17-dirsə, 17 çıxılsın y bərabərdir 5 isə, y də bərabərdir 12-yə. Deməli, biri 17, biri 12. Bu belə. İndi ikinciyə baxaq. Sonra balacanı seçərik. X çıxılsın y bərabərdir 1, x üstəgəl y bərabərdir 145. Tərəf-tərəfə toplasam 2x bərabərdir 146, x də bərabərdir 73. X 73-dürsə, y də 72 olar ki, 73-dən 72 çıxanda 1 eləyir də. İndi bunların hasili ən böyük kiçik olar, yoxsa bunların təbii ki, bunların 17-ni vurmalıyam 12-yə, 14 1 yadda, 2 1 də yadda 3, 7 1 4 10 1 yadda 2. 204 oldu bunların hasili, balaca qiymət özü. Böyüdüsü idi 73-ü 72-yə vurmalıydı. 23 nömrəli tapşırığımız. Ədədlərdən ən böyüyü ilə ən böyüyü kiçiyində neçə faiz çoxdur? Deməli, birinci bu ədədləri müqayisə eləməliyəm. Müqayisə eləmək üçün ortaq məxrəcə də gətirə bilərəm. Ortaq surət daha yaxşıdır. Ortaq surət 6 olsa, deməli 1 bölünsün 12 bərabərdir 6 bölünsün 72 olar. Sonra 2 bölünsün 15 bərabərdir 6 bölünsün 45 olar. 3 bölünsün 8 də 6 bölünsün 24 olar. Bilirik ki, biz surətlərə eyni olan kəsirdə məxrəci kiçik olan böyükdür, böyük olan kiçikdir. Deməli, ən böyüyü ilə bu 8-də 3-dür, ən balacası da 12-də 1-dir. İndi bizə deyir ki, ən böyüyü ən kiçiyindən neçə faiz çoxdur? Deməli, ən kiçiyini 100% götürürəm. 72-də 6 ya da 12-də 1 ilə götürək də. 12-də 1 100%'dir. Bu da 45'də 6'dır. Yox, bir dəqiqə, 8-də 3'dür. 8-də 3 neçə faizdir? İndi bunu tapmaqdan ötürü 8-də 3'ü 100'ə vurub 12'də 1'ə bölməliyəm. Bölünsün 12'də 1. Bu da 8'də 3 vurulsun 1'də 100 vurulsun 1'də 12 yazıram. İxtisar edeyim. 8'in 4'ü ilə 100'ün 4'ünü ixtisar eləsəm 2 qalar. Burada da 25 qalar. 2 ilə də bu 6'nı 12'yi ixtisar eləsəm 6 qalar. Bərabərdir. 6'nı 3'ə vururam eləyir 18 vur 25.
bərabərdir. Deməli, onu 25'e vuranda eləyir 250. Üstəgəl 8'i də 25'e vuranda eləyir 200. 250 ilə 200'ü toplayanda eləyir 450. Deməli, bu 100% idi. Bu da 450% oldu. Bizə deyir neçə faiz çoxdur? 450'dən də 100'ü çıxıram, qalır artıq faizimiz. Yəni 150% nədir? Çoxdur. 23'də 150% çoxdur. Belə 350 yox. 350% çoxdur. 24. Bərabər yanlış bucağın təpə bucağı oturacağına bitişik bucağın yarısına bərabərdir. Onda bərabər yanlış bucağın təpə bucağını x götürürəm ki, oturacaq da 2x olsun ki, bu da bunun yarısı olsun. Onda bir oturacaq da 2x'dir. Deməli, hamısı bir yerdə 5x bərabərdir daxili bucaqların cəmi 180'a. X də bərabərdir 36 dərəcəyə. Bu üç bucağın oturacağına bitişik bucağın dərəcə ölçüsünü tapın, yəni 2x'i tapın deyir. 2x də bərabərdir 2 vurulsun 36, o da bərabərdir 72 dərəcə. 72 dərəcə. Məxrəci 75 olan, ixtisar olunmayan bütün düzgün kəsirlərin sayını tapın. Birinci 75'i sadə vuruqlarına ayırsam, onlar 5 vurulsun 15, bu da 5 vurulsun 3 deməkdir. Yəni 5 üstü 2 ilə 3'ün hasili. İndi burada 75'də başa düşmək lazımdır ki, kəsirlərimiz başlayır 75'də 1'dən, 75'də 2, ən axırıncısı da 75'də 74 olur. İndi bizə 75 ilə qarşılıqlı sadə olan ədədlərin sayını, çünki deyəcək ixtisar olunmayan. Məsələn, 75'də 4 olsa ixtisar olunmur. Belə kəsirlərin sayını tapmaq üçün düsturumuz var bizim. Deməli, 5 üstü 2'ni vururam 3'e, vururam. 1'dən çıxıram 5'də 1'i, bir də 1'dən çıxıram 3'də 1'i. Aydındır ki, bu olası 5 vur 5 vur 3, vur 5'də 4, vurulsun 3'də 2. Bu 5 ilə 3'dən, bu 5'dən 3 ixtisar gedir, qalır 5 vurulsun 4 vurulsun 2. 20'yi də 2'yə vuranda eləyir 40 dənə. Deməli, ixtisar olunmayan, ya da ki, belə deyim, surət və məxrəci qarşılıqlı sadə olan kəsirlərin sayını tapmış oluruq. Burada da bu testimizi yekunlaşdırırıq. Sağ olun, növbəti testlərdə görüşərik inşallah.